Bugünkü mövzumuz qeyri-dövlət və qeyri-neft sektoru, həmçinin dövlət və neft sektorunda əmək haqqından tutulmalar olacaq. İlk növbədə biz əmək haqqını öyrəndik sizlərlə əmas bölməsində, hansı ki, əmasda qeyd olunan əmək haqqını vəzifə maaşı sayırdıq. Bu olurdu gross əmək haqqı, vəzifə maaşı. Daha sonra işçinin aylıq işlədiyi faktiki iş günlərinə əsasən onun hesablanmış əmək haqqısı tapılırdı. Hesablanmış əmək haqqı isə biz gross 2 deyirdik sizlərlə. Hesablanmış əmək haqqı gross 2. Və artıq son mərhələdə gross 2 üzərindən tutulmalar olur və işçiyə net maaş hesablanır. Ələ çatan maaş deyəcəyik buna da. Net maaşın hesablanması isə qeyri-dövlət və dövlət sektorunda fərqlənir. Hər birinin özünə məxsus fərqli hesablanma qaydaları var. İndi sizlərlə həmin düsturları öyrənib tətbiq edəcəyik əmək haqqlarının üzərində. Birinci başlayaq qeyri-dövlət və qeyri-neft sektorundan. Qeyri-dövlət və qeyri-neft sektorunda əmək haqqından tutulmalar 2 yerə bölünəcək. Bir, işçi üzərindən tutulma, digəri isə işə götürəndən tutulma. İşçi üzərindən DSMF əmək haqqı 200-dən aşağı olduqda 200-dən aşağı işsizlikdən sığorta haqqı, icbari tipli sığorta əmək haqqı 2500 plus olduqda fiziki şəxslərin gəlir vergisi 2500-ədək, fiziki şəxslərin gəlir vergisi 2500-8000 aralığı və fiziki şəxslərin gəlir vergisi 8000 plus olduqda. İlk növbədə başlayacaq DSMF-dən, Dövlət Sosial Müdafiə Fondunun olan ayırmalar. Hesablanma qaydası əmək haqqı çıxılsın 200 vurulsun 10%, üstəgəl 200 vurulsun 3% şəklində olacaq. 200 vurulsun 3%-ə biz şablon olaraq 6 manatda deyə bilərik. DSMF 200-dən aşağı olduğu təqdirdə hansı formada hesablanır? Yəni, işçinin əmək haqqısı 100 manat və yaxud da işçiyə 50 manatlıq bir mükafat ayrılarsa, işçinin əmək haqqısının DSMF hesablanması birbaşa olaraq əmək haqqı vurulsun 3% şəklində qeyd olunacaqdır. İşsizlikdən sığorta haqlarında hər hansı bir maaş kateqoriyası yoxdur. Standart şəkildə əmək haqqı vurulsun 0,5% şəklində hesablama aparacağıq. İcbari tipli sığorta əmək haqqının 2%-i. Əmək haqqı əgər 2500-dən yuxarıdırsa, əmək haqqı çıxılsın 2500 vurulsun 0,5%, üstəgəl 2500 vurulsun 2%. Yəni buna da şablon 50 manat deyə bilərik. Bu formada hesablama aparılacaq. Fiziki şəxslərin gəlir vergisi isə 2019-cu ildən 2026-cı ilin 1 yanvar tarixinədək özəl sektorda hesablanmırdı, yəni güzəşt tətbiq edilmişdi. Lakin 2026-cı ildən fiziki şəxslərin gəlir vergisi 2500-ədək əmək haqqılarda əmək haqqı çıxılsın 200 vurulsun 3% formasında hesablanacaq. Bu 3%lik faiz dərəcəsi 2027-ci ildə 5, 2028-ci ildə isə 7% olaraq tətbiq ediləcək. Gəlir vergisi 2500-8000 aralıq əmək haqqılarda əmək haqqı çıxılsın 2500 vurulsun 10%, üstəgəl 75 manat şəklində hesablanacaq. Əmək haqqı 8000-dən yuxarı olduqda isə əmək haqqı çıxılsın 8000 vurulsun 14%, üstəgəl 625 manat şəklində gəlir vergisinin hesablanmasını həyata keçirəcəyik. Bu gördüklərimiz olur bizim qeyri-dövlət sektorunda işçinin əmək haqqısından tutulmalarımız. Nümunə, işçinin əmək haqqısı 1000 AZN olarsa, DSMF hesablanması zamanı 1000-dən 200 çıxırıq, vururuq 10%-ə, üstünə gəlirik 6, 86 manat. İşsizlikdən sığorta haqqı 1000 manat vurulsun 0,5%. İcbari tipli sığorta 1000 manat vurulsun 2%.
Gəlir vergisi isə 1000 manat çıxılsın 200, vurulsun 3% şəklində hesablanacaq, yəni 24 manat. Cəmi tutulmamız 86 plus 5 plus 20 və plus 24. 135. Net əmək haqqımız isə olacaq 1000 çıxılsın 135, yəni 865 manat. Net əmək haqqı. Yəni dövlət sektorunda, qeyri-dövlət sektorunda çalışan bir işçi 1000 manat qros əmək haqqıdan 865 manat net əmək haqqı əldə etmiş olacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda işə götürəndən tutulmalara keçid etsək, burada yenə də eyni qaydada DSMF, işsizlik və icbari tibbi sığorta üzrə hesablamalar olacaq. Yalnız fizik şəxslərin gəlir vergisi işçidən tutulmalara aiddir. İşə götürəndə bu tutulmanı tətbiq etməyəcəyik. İşə götürənin ödədiyi DSMF, işsizlik və icbari tibbi sığorta da yenə eyni qaydada işçinin xeyrinə ödənilir. Yəni Dövlət Sosial Müdafiə Fonduna ödənilən 86 manatlıq məbləğ 1000 manat maaş üzərindən desək, işçinin pensiya fondunun formalaşmasında dəstəkdir. Həmçinin işə götürənin də ödəyəcəyi DSMF 1000 manat əmək haqqı alan işçinin pensiya fonduna köçürülür. Yəni işə götürən burada görəcəyimiz tutulmaları işçisinə görə ödəyir. İşə götürəndən tutulmalarda DSMF 3 yerə bölünəcək. 200-ə dək, 200, 8000, 8000 plus. 8000 plusluq olan dəyişiklik də yenə 2026-cı ildən tətbiq edilmiş dəyişiklikdir. İşə götürən və işçidə yeganə fərq DSMF-də olacaq. İşsizlik və icbari tibbi sığorta üzrə olan düsturlar olduğu kimi eyni qalacaq. Keçid eləyək DSMF-yə. Əmək haqqı 200 manatdan aşağı olduqda, yəni 200-ədək olduqda, işçidən əmək haqqının 3% hissəsində DSMF tutulurdu. Bu məbləğ işə götürəndə 22% olaraq qeyd edilir. Əmək haqqı 208 min aralığında olduqda, əmək haqqı çıxılsın 200, vurulsun 15%, üstəgəl 200 vurulsun 22%. Yəni şablon 44 manat deyə bilərik. Əmək haqqının 8000-dən yuxarı olduğu hallarda isə DSMF-nin hesablanması əmək haqqı çıxılsın 8000, vurulsun 11%, üstəgəl 1214 manat. 1214 manatın açıqlamasına gəldikdə isə 200 manatı 22% hesablayır, yəni 200 manatadək olan hissəni bu məbləğ 44 manat edir. 200 manatla 8000 arasında olan 7800 manatlıq hissəni isə 15% hesablayır. Bu da 1170 manat edir. 1170 plus 44, 1214 manat. Bura üçün 8000-dən yuxarı hissə üçün isə 11%lik tutulma tətbiq olunur. 1000 manatlıq nümunəmizin ardını gətirsək, işə götürəndə bu bölməni hesablayanda DSMF üçün istifadə edəcəyik bu hissəni, yəni 1000 çıxılsın 200, vurulsun 15%, üstəgəl 44. 164 manat ümumi DSMF olacaq. İşsizlikdən sığorta dəyişmədiyi üçün yenə 5 manat, icbari tibbi sığorta dəyişmədiyi üçün yenə 20 manat. Cəmi 164, 5 və 20. 189 manat cəmi tutulma olacaq və işə götürənin xərci 1189 AZN təşkil edəcək. Yəni burada artıq biz əmək haqqının üzərinə gələcək tutulmaları. Qeyd etdiyimiz tutulmalar aid edilir qeyri-dövlət və qeyri-neft sektoruna. İkinci bölmədə biz keçid eləyəcəyik sizlə dövlət və neft sektorunda əmək haqqından tutulmalara.